Qış fasiləsində İngiltərənin top klublarında olan son vəziyyət. Biz artıq Manchester və Liverpool haqqında yenicə veriliş çəkdiyimizə görə bu dəfə böyük altılığın o biri 4 klubu haqqında qısaca bir detallı analiz edirik və bu analiz videomuzda başa düşməyə çalışacağıq ki, komandalar hansı istiqamətə dəyişir və mövsümün ikinci yarısı onlar üçün necə olacaq. Siz kanalımıza abunə olun, biz isə bir sürətli analizimizə başlayaq. Gəlin Manchester City-dən danışaq. Manchester City bu mövsümün bəlkə də ən maraqlı layihəsidir. Nəzərə alsaq ki, Pep Guardiola dünya futbolunun, müasir futbolun banisi, ona deyə bilərik, ən uğurlu təmsilçisi, öz fəlsəfəsinin işləmədiyini etiraf edir. Özü həyatı ərzində məşqçilik karyeresini bitirməmişdən öncə və dəyişməyə başlayır. Manchester City bu mövsüm çox fərqli bir klubdur. Bunu vizual şəkildə də görmək olar. Amma gəlin mən sizə statistikanı oxuyum və statistikanın dilində biz bunu başa düşməyə çalışaq. Manchester City bildiyimiz kimi Pep'in o yaratdığı tiki-takadan vertikal futbola keçir və bu keçid rəqəmlərin dilində nə deməkdir? Gəlin bunu qısaca başa düşməyə çalışaq. İlk öncə onu başa düşməyə çalışaq ki, Manchester City-nin bu mövsümdə Premier Liqanın 19 oyunda topa sahib olmaq ortalaması faiz olaraq 57%dir. Bu Premier Liqanın 4-cü göstəricisidir. İroniyadan ibarətdir ki, bu göstərici 4-cü yer və 58% Pep'in Premier Liqadakı birinci mövsümdə olmuşdu ki, hansında ki heyət ümumiyyətlə onun heyəti deyildi və 9 ildən sonra ikinci dəfə bu təkrarlanır. Çünki bütün qalan mövsümlərdə Manchester City ortalama 61% sahib olmaqla İngiltərədə topa ən çox sahib olan komanda idi. İkinci maraqlı məqam ondan ibarətdir ki, bu mövsüm artıq 4 maçda Manchester City topa 50%-dən az sahib olub, hansı ki absurd səslənir. Bunlardan biri Fulham ilə 5-4 hesabı ilə City-nin qazandığı oyun idi. Əgər həmin maçda müxtəlif metriklər onu 47, 48, 45% kimi verirsə, Arsenal'la maçda Manchester City bildiyimiz avtobus parkovkası idi və avtobus parkovkasının birinci hissənin ortasına etməyə başladı. Nəticədə komanda topa Pep'in məşqçilik tarixində, həyatında ən az sahib olmaqla, 33%, yəni 1/3 sahib olmaqla özünə lazım olan nəticəni əldə etdi. Ümumilikdə isə Pep Guardiola 2021-22-ci il mövsümündə heç bir oyunda bütün turnirlərdə 50%-in altında topa sahib olmayıb. Növbəti son 3 mövsümdə hər mövsümdə bütün turnirlərdə komanda arası 55 oyun keçirir və 2 elə oyun var idisə, bu mövsüm dediyimiz kimi belə oyunların sayı 4-dür və hələ mövsümün yarısı qabaqdadır. Eyni zamanda başqa bir maraqlı statistika total dominasiyadır. Total dominasiya adətən topa 70%-dən yuxarı sahib olmağa deyilir. Xatırlayırsa bunun ən böyük rekordlarından biri Pep Barcelona çalışdıran zaman Celtic ilə olmuşdu. Onda Celtic topa 11% sahib olmuşdu. Burada Manchester City qayıtdıqda belə bir statistikanı oxumaq istəyirəm ki, sizə ki, bu mövsüm cəmi bir belə oyun var idi. O da Burnley-yə qarşı idi. Ötən mövsümlərdə 2021-22-ci ildə 19 belə oyun var idi. Növbəti mövsümdə 12 belə oyun. 2023-24-cü ildə 14 belə oyun və ötən kriz mövsümündə komandanın 5 belə oyunu olub. Bəzən statistika sadəcə rəqəmlərin düzülüşüdür, bizə heç nədən xəbər vermir, amma bu statistika əyani şəkildə bizə göstərir ki, komanda necə dəyişmək üzrədir, necə dəyişir və bu dəyişiklik, yenə də dediyim kimi, hətta bunu analiz etmədən City-nin oyunlarına baxmaq kifayətdir ki, vizual şəkildə komandanın Pep komandası olmadığını görək. Bu City-nin yaxşı bacardığı elementlər var. Komanda çox rahat şəkildə vertikal oynayır. Komanda rəqiblərini müxtəlif alətlər vasitəsilə əzməyə çalışır. Əlbəttə ki, ən böyük elementlərdən biri hardasa mərkəz və ya cinah oyunçularının Haalandı bir növ sürətdə rəqib qapısı ilə təkbiriyə çıxartmaqdır. Ondan başqa City-nin build-up'ı yenə də əvvəlki dədə-baba qaydası ilə 3-2-5 taktikası ilədir. Burada əlbəttə ki, cinah vingerlərindən cinah müdafiəçiləri kömək eləyir. Yenə də komanda cinah yüklənməsindən rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaradır. Amma City-nin hələ ki çatışmadığı, yəni komandada problemli olan mövqelər birinci olaraq müdafiə keçiddir. Komanda bəzən topsuz müdafiə keçidinin bir növ necə etdiyini hələ ki belə cilalanmış şəkildə reallaşdıra bilmir. Gəlin məsələn bu epizoda baxaq. Burada gördüyümüz kimi Arsenalın əks hücumu Eze'nin təhlükəli zərbəsi ilə bitir və burada da yenə də müdafiə keçid City-də problemli elementdir. Daha bir epizod isə City-nin müdafiə keçidinə baxın. Real Madrid ilə maçda burada gördüyümüz kimi əvvəlcə 3, sonra isə 4 Real oyunçusu City-ni say çoxluğunda ilk öncə tutur. Yəni bu o deməkdir ki, City-nin ilkin üstünlüyü var, amma yenə də mövqelərə düzgün paylaşmadığına görə və düzgün pressingi düzgün vaxtda etmədiyinə görə Rodrigo bir növ kənardan da olsa, bir qədər iti bucaqdan da olsa qapıçı ilə üzbəüz qalıb fərqlənir. Bundan başqa
analoji olaraq düzdür bu City-nin ikinci heyəti idi, amma Grimaldo'nun qolunu da görmək olar. Baxın, yenə də analoji trend özünü göstərir. İkinci bir məqam əlbəttə ki, City-nin bu mövsüm xüsusilə ölü toplara həssas olmasıdır. Məsəl üçün, birinci olaraq Virgil van Dijk'in başla vurduğu, amma sayılmayan qoyunu nəzərə alaq. Bu qol sadəcə olaraq cüzi qayda pozuntusuna görə sayılmadı. Amma Fulham ilə eyni nömrə keçmədi və Fulham kornerdən rahat şəkildə fərqlənir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, komanda müdafiə olunanda Fulham ilə oyunda da gördüyümüz kimi cərimə zərbələrində və ya kornerlərdə arxaya düşərək Erling Haaland öz boyuna, cüssəsinə və başla oynamaq qabiliyyətlərinə görə 5-ci müdafiəçiyə çevrilir ki, bir növ City 5-3-2 taktikası ilə müdafiə olunur. Bu da yenə də 5-li müdafiə Pepin karyerasında bəlkə də birinci dəfədir City-nin bu mövsümündə baş verir. Daha bir maraqlı fakt isə City müdafiə xəttidir. Bir növ Pepdə də Ancelotti-ləşmə gedir. Baxın buna. Gördüyümüz kimi son 3 mövsümdə City-nin müdafiə xətti 32, 33, 35 metr olubsa, indi 26 metrdir. Yəni əgər bu City-nin qapısıdırsa, City əvvəl hardasa buralarda isə indi 7 metr daha aşağıda müdafiə olunur. Yəni buna normal Azərbaycan dilində orta blokla müdafiə olunan komanda demək olar. Xatırladaq ki, Pep fəlsəfəsinin bütün qayəsi komandanın məhz yüksək xəttdə oynamasıdır. Meydanın sahəsini bir növ süni oyuncuların yerləşməsi sayəsində maksimum daraldıb, o dar alanda, dar məkanda rəqibi boğmaqdır. Hansını ki biz Barcelonadan tutmuş bu mövsümə qədər görmüşük. Amma indi City bir qədər orta bloka oturduğuna görə və orta blokda da sən rəqibi çox boğa bilməzsən. Ona görə komandanın pressingi, man marking, yəni müasir üslubla getsə də, yenə də əvvəlki kimi intensiv deyil. Məsəl üçün, Hansi Flikin Barcelonasının pressingini bu il City-nin pressingi ilə müqayisə edin. İntensiv pressingin nə olduğunu onda məsələn əyani şəkildə görəcəksiniz. Belki yekunlaşdıraraq onu qeyd edək ki, City-nin problemi topsuz oyundadır, City-nin problemi müdafiə keçiddədir, amma komanda vertikallaşmaqda davam edir və əlbəttə ki, komandanın mart ayında hardasa Çempionlar Liqasında City əgər top 8-liyi tutub birbaşa martdan 8-də 1-də qoşulacaqsa turnirə, bu halda City-nin qabağına normal rəqib çıxacağı təqdirdə və bu rəqib Real Madrid olmayacağı təqdirdə, çünki artıq Real City duellərindən hamımız bezmişik. Normal rəqib olacağı təqdirdə City-nin evolyusiyasının, təkamülünün harda olacağı çox maraqlıdır. Çünki yenə də bir tərəfdən City-ni möhtəşəm, məsələn üçün ötən mövsümün Barcelona, Liverpool və ya PSG ilə bir səviyyəyə qoymaq hələ tezdir. Komanda bəzən qeyri-sabitdir, amma digər tərəfdən City getdikcə yaxşılaşır və getdikcə effektiv olmağa başlayır. Siz necə fikirləşirsiniz? Sizin müşahidələriniz necədir? Hansı dəyişiklikləri görürsünüz? Fikirlərinizi lütfən paylaşmağı unutmayın. Biz isə keçək Chelsea-yə. Chelsea'də Enzo Maresca'nın salahlaşma prosesi baş verdi. Düzdür, Salahla Enzo Maresca'nın komandaya qarşı üsyanını eyniləşdirmək düz olmaz. Salah adətən oyundan sonra intervyu vermir, verdiyi halda standart şeyləri deyir və çox az intervyu verir ümumiyyətlə. Amma Enzo Maresca'nın işi oyundan əvvəl, oyundan sonra jurnalistlərlə danışmaqdır və o danışıqların birində gəlin paralel olaraq mən komandanın da formasiyasını düzgün düzüm. Enzo Maresca Chelsea-dən çox ciddi şəkildə narazılığını bildirmişdi. Rəhbərliyin onu dəstəkləmədiyini bildirdi. Amma sonradan isə növbəti əlbəttə ki, mətbuat bundan yapışıb hər oyun sonrası və oyundan əvvəlki mətbuat konfransında ondan soruşur ki, vəziyyət nə yerdədir? Və Maresca deyir ki, mənim artıq bu mövzuda deyəcəyim bir söz yoxdur. Ümid edək ki, bu Chelsea rəhbərliyi ilə Maresca'nın arasında qırılma nöqtəsi olmayacaq. Çünki bir neçə elementi çıxsaq, Maresca Chelsea-də çox maraqlı iş görür və həm Maresca Chelsea-yə, həm də ki Chelsea Maresca'ya çox uyğun məşqçi kimi görünürlər, bir-birinə ideal cütlük kimi görünür. İlk öncə komandanın zəifliklərindən danışdıqda, əlbəttə ki, zəifliyin bir nömrələri, qeyri-sabitliyin bir növ deyək, əsas səbəbi Enzo Maresca'nın rotasiyalarıdır. Maresca'nın daha bir gözəlliyi ondan ibarətdir ki, o bəlkə də dünyada ən səmimi məşqçidir. Adam klublararası dünya çempionatında belə deyirdi ki, mən sadəcə olaraq öz fəlsəfəmi sınayıram, komandanı cilalayıram, formalaşdıran bu çempionat mənə önəmsizdir. Klublararası dünya çempionatı qazandıqdan sonra da yenə də öz sözündən geri çəkilmədi və indi də açıq şəkildə deyir ki, Maresca'nın bu qədər rotasiya getməyinin əsas səbəbi həmin klublararası dünya çempionatı çıxışa görə normal 6 həftənin yerinə klubun 3 həftə dincəlməsidir və bunun nəticəsində də komandada çoxlu zədələrin olması və bir də ki, nizam-intizam probleminin olmasıdır ki, hamısı da Maresca'nı həddindən artıq rotasiyaya vadar edir. Amma bizim fikrimizcə Maresca biraz rotasiyada da bir qədər də şişirilir, bir qədər məsələn üçün o qırmızı xətti keçir. Onun ən bariz nümunəsi Qarabağla maçda əslində hələ gənc 19 yaşlı təcrübəsiz sol cinah müdafiəçisi olan Hatonu mərkəz sol cinahda oynatması oldu ki, Qarabağın hər iki qolu məhz həmin Hatonun mövqeyinin eksploatasiyasında oldu. Digər tərəfdən Atalanta ilə maçda
nominal olaraq mərkəz müdafiəçisi olan və mərkəz müdafiəçisi kimi də effektiv olmayan Açempongun sol cinah müdafiəçisi mövqeyində sınanması idi. Hansında ki, orada komandada əslində alternativlər var idi və əlbəttə ki, bütün bunlar ona işarə edir ki, Maresca özü də son intervyularında da bunu bildirib və yayda da bunu açıq şəkildə istəyirdi ki, Chelsea-nin bir qədər rotasiyanı azaltması üçün, bir qədər normallaşması üçün komandaya lazım olan ciddi element mərkəz müdafiəçisidir, etibarlı mərkəz müdafiəçisidir. Çünki indi biz epizodlarda da görəcəyik ki, komandanın 6 mərkəz müdafiəçisi var, amma Fofana da daxil olmaqla Levi Colwill zədəlidir. Ona görə 5 sağlam müdafiəçisinin heç biri Chelsea səviyyəsində oynamır və çox tez-tez səhvlər buraxır və o səhvlərin nəticəsində komanda daima əziyyət çəkir və qapısına lazım olmayan, məsələn, Atalanta ilə buraxılan qolları da göstərmək olar. Lazım olmayan qollar buraxır. Maraqlı adaptasiyalar əlbəttə ki, Cole Palmerin qayıdışı ilə bağlıdır. Cole Palmer heyətə qayıdıb və çox maraqlı fakt ondan ibarətdir ki, xatırlayırsınızsa, Palmer PSG ilə maçda Marescanın üslubu nə idi ki, Palmer sağdan mərkəzə girirdi, təhlükəli epizod yaradırdı. Eyni elementi o Evertonla da uğurlu şəkildə etdi və oyundan sonra Maresca onu da bildirdi ki, komanda nəzərə alırdı ki, Evertonda ən yaradıcı oyunçu Jack Grealish bir qədər müdafiədə nizam-intizamsız işləyir. Bir növ Salahın Liverpoolda işlədiyi kimi. Ona görə də xüsusi aksenti, cinah yüklənməsini məhz sağ cinaha Gusto və Palmer vasitəsilə edirdi və bu da öz bəhrəsini verdi. Məsəl üçün bu epizodda gördüyümüz kimi Jack Grealish öz oyuncusu olan Palmeri boş buraxır və Palmer zərbə mövqeyini çıxaraq zədədən sonra ilk qolunu vurur. Amma maraqlı gediş Enzo Maresca'da bildiyimiz kimi onun ən böyük özəlliyi rəqibə individual adaptasiyadır. Eyni Jack Grealishliyi Semenyo'da edir, amma Semenyo bunu sağ cinahdan edir. Ona görə Bournemouth oyunda baxın bu epizoda düzdür. Həmin oyunda da Palmer 10 nömrə mövqeyində oynayır, hansı ki sağ cinaha düşür. Amma həmin oyunda Semenyo'nun Bournemouth'un sağ cinahında geri qayıtmadığını nəzərə alaraq Palmeri sol cinahdan mərkəzə düşən bir futbolçu kimi istifadə etdi bir hissə. İkinci isə Andoni Iraola mərkəz müdafiəçilərindən birini Palmerə mən markingə qoyduqdan sonra Palmer sağa qayıtdı. Yəni Enzo Maresca'nın dogmatik rəqiblərə qarşı oyun planı möhtəşəmdir və onu indi tətbiq etməkdə davam edir. Bundan əlavə Palmerin qayıdışı həm də Enzo Fernandezin ayaqlarını açmalıdır. Çünki Enzo Fernandez bir növ Palmerin özünə diqqəti cəlb etməsindən istifadə edərək ikinci dalğa kimi gələ bilər. Üstəlik Liam Delap'ın da zədədən ikinci dəfəsindən artıq qayıtması o deməkdir ki, Delap təkcə nominal 9 nömrə funksiyasını yerinə yetirmir. O həm də sağ cinaha düşməyi sevir və nəticədə bu həm Palmerə, həm də ki Enzo Fernandezə koridor açır ki, hər iki oyuncu bu koridordan maksimum istifadə edərək, yaralanaraq Chelsea üçün qollar vursun və hardasa biz əgər yeni zədə olmazsa həm Enzo Fernandezin daha çox qol vuracağına, həm də ki Palmerin qayıdışı ilə Chelsea-nin ötən ilki bir növ güncəlləmələrinə qayıdacağını gözləyirik. Sizin fikrinizcə Chelsea bu mövsüm sabit futbol oynaya biləcək, yoxsa belə yuxarı-aşağı, ağ-qara oyunlar bir-birini xaotik şəkildə əvəz etməkdə davam edəcək? Gəlin az da olsa Tottenham'dan danışaq və bunu da bildirək ki, əgər Tottenham azərkeşləri şərhlər bölməmizdə aktiv şəkildə fikir bildirsələr, biz söz veririk ki, hardasa Çempionlar Liqasının play-offuna nəzərə alsaq ki, Tottenham demək düşüb. Play-offu çərçivəsində biz Tottenham haqqında detallı video edəcəyik. İndilik isə nə demək olar? Xatırlayırsınızsa, Tottenham öz maliyyə resurslarına görə böyük altılığın 6-cı komandasıdır, böyük altılığın üzvüdür. Amma bu komandalar içində bəlkə də indi Tottenham azərkeşlərinin də xəttinə dəyməz, 6-cıdır və nəticədə çox maraqlıdır ki, hardasa yaxşı məşqçidən top məşqçi olmaq istəyən məşqçinin və ya məşqçilərin tramplini, bir növ keçid nöqtəsi məhz Tottenham'da. Komanda artıq 3-cü dəfədir sadəcə yaxşı məşqçini böyük məşqçiyə çevirmək üçün öz komandasına cəlb edib. Bunlardan əlbəttə ki, Mauricio Pochettino eksperimenti Southamptondan Tottenham'a gəlməklə mega uğurlu olmuşdu. Bəlkə də Spurs'un son 30 ildə ən uğurlu dönəmi məhz Pochettino dönəmi idi. Lakin ondan sonra pragmatik Nuno'nun Wolverhamptondan komandaya gəlişi çox uğursuz oldu və indi də görünən odur ki, bunu hətta mən təəssüflə deyirəm, çünki Thomas Frank şəxsən mənim ən çox sevdiyim məşqçilərdən biri idi. Frank eksperimenti hələ ki inanılmaz şəkildə iflasa uğrayır. Təsəvvürünüzə götürün ki, vəziyyət o yerdədir ki, ötən mövsüm 2 klub var idi ki, top klublar arasında. Onlar bu mövsüm keçən ilki kimi bərbad çıxış edə bilməzlər. Bunlar əlbəttə ki, İngiltərə çempionatının o zirzəmisində olan Tottenham və Manchester United idi. Müvafiq olaraq əgər yanılmıramsa 17 və 15-ci yerləri tutmuş iki komanda. Amma Manchester United deyəndə sınıq salxaq nəsə nümayiş etdirməyə çalışırsa, Tottenham bu mövsüm daha pisdir. Və çox maraqlıdır ki, ultra pressing edən məşqçinin yerinə indi hardasa sadəcə adaptiv bir məşqçini gətiriblər. O məşqçi hansı ki, super vertikal oyundan mövqe oyununa qədər təkamül eləmişdir Brentfordda. Amma Tottenham bir
yarım mövsüm ərzində ultra pressing edən komandadan ən bərbad hücum futbolu olan komandaya çevrilib. Bunu sübut etmək üçün sizə bir statistikanı vermək istəyirəm. Bildiyiniz kimi Opta Premyer Liqa ilə əməkdaşlıq edir və Premyer Liqanın statistikasını hardasa 2000-lərin əvvəlindən 2006-cı il mövsümündən yığmağa başlayır, amma Premyer Liqa bunu rəsmən tanımağa başlayır və Opta ilə əməkdaşlıq etməyə başlayır 2010-11 mövsümündən. O yandan bu yana 15 mövsümdə 5700 oyun olub və bu mövsümün də yarısı arxada qalıb və düşünün o yandan bu yana yığılan ən aşağı XG, yəni rəqib qapısında təhlükəli epizod yaratmaq üzrə statistika var. Ən aşağı, ən pis 6 göstəricinin 3-ü Thomas Frank'ın Tottenham'ındır. Və bunların ən böyük antirekordu əvvəlcə Arsenal'a qarşı oldu, sonra isə Chelsea qarşı oldu. Yəni bu sizə komanda haqqında bilmək istədiyiniz hər şeyi göstərir. Bizim fikrimizcə Tottenham'ın vəziyyəti kritikdir və komanda bu mövsüm Avropaya vəsiqəyə imkan verəcək, hətta 7-8-ci yerə belə çətinlik çəkəcək. Əgər İngiltərə 5 klub çıxarsa Çempionlar Liqasında, onda 7-8-də hardasa o sərhəddə Tottenhamı görmək olar. Bizə maraqlıdır, komanda Çempionlar Liqasında nə qədər uzağa gedəcək. Nəzərə alaq ki, belə gedişlə Tottenham başının üstündən tullanmasa belə hardasa 16-lıqda yer tutmalıdır. Bu da ikinci oyunu play-offda evdə oynamağa imkan verir və orada da düşəcək rəqibdən çox şanslıdır. Potensial olaraq gülməli səslənir, amma Qarabağ düşəcəyi təqdirdə bizim də rəqibimiz ola bilər Tottenham və mən sizə deyim, bizim ideal rəqiblərimizdən biri ola bilər. Spurs azarkeşləri, siz komandanız haqqında nə fikirləşirsiniz? Komandanızın oyununa bu mövsüm baxa bilirsinizmi ümumiyyətlə, xüsusilə İngiltərə Premyer Liqasında? Fikirlərinizi bildirin. Yenə də dediyim kimi şərhlərin dərəcəsindən asılı olaraq biz əlbəttə ki Tottenhamı 2 aydan sonra daha da geniş şəkildə işıqlandırmağa hazırıq. İndi isə keçək Tottenhamın qonşusu və ən böyük düşməni olan Arsenala. Arsenalın çox ciddi problemi əlbəttə ki zədələrdir və maraqlıdır görmək ki, bir tərəfdən ikili heyət qurmağı qarşısına məqsəd qoyan və bu məqsədinə çatan Berta komandanı xilas edib, yoxsa zədələr komandaya təsir edir. Əlbəttə ki, elə vizual baxışdan da, analizə keçmədən də bilmək olur ki, xüsusilə müdafiə ikilisi olan Saliba ilə Gabriel'in yoxluğu komandanın oyununa təsir edib. Bir tərəfdən komanda müdafiədə etibarlıdır, amma individuallara, yəni şəxsiyyətlərə gələndə Arsenal o qədər də keyfiyyətli oynamır müdafiədə və üstəlik Arteta da Gabriel ilə Salibanın yoxluğunda bir qədər də konservativ və praqmatik futbol oynayır. Hardasa bu mövsümün Arsenalını çempion mövsümünün Xavin rəhbərliyi altında Barcelona ilə müqayisə etmək olar. Hardakı komanda orta blokla futbol oynayaraq bir növ öz qapısını neytrallaşdırır. Arteta'nın dediyinə görə bunun əsas səbəblərindən biri məhz müdafiə cütlüyünün olmamasıdır. Amma maraqlı fakt ondan ibarətdir ki, misal üçün Wolverhampton ilə oyunda belə bir zaman kəsiyi oldu 70-ci dəqiqədə, haçan ki Arsenal qol vurandan sonra və 93-cü dəqiqəyə qədər 23 dəqiqə Arsenal imkan verdi ki, Wolverhampton topa 73% sahib olsun. Belə göstərici ötən mövsümdə 20 dəqiqənin üstündə götürsək, heç bir maçda Arsenalda olmayıb və bu Arsenalın nə qədər praqmatik, bir növ İngiliscədə harambol oynamağa razı olduğunu göstərir. Amma bunun obyektiv səbəbləri də var. Ən böyük səbəb isə Arteta'nın Mosquera ilə Hincapié cütlüyünə o qədər də inanmamasıdır. Bunun da səbəbləri var. Bir tərəfdən yenə Arsenal o qədər də çox gol buraxmır. Amma digər yandan Arsenalın XG üzrə, yəni qapısına potensial gol buraxmaq üzrə bu mövsüm 6 ən pis göstəricisindən 4-ü məhz Gabriel və Salibanın ikisində olmadığı perioda təsadüf edir. Bu dövrdə misal üçün Chelsea ilə maçı qeyd etmək olar. Hardakı Chelsea birinci səhər ortasında 10 nəfərə qalsa da Arsenal'la bütün oyun boyu başa-baş mübarizə apardı və həmin maçı qazana da bilərdi. Digər maç, əgər Arsenal azarkeşdə 90 dəqiqə baxırsa, Brügge ilə olan oyun idi. Oyunda ümumiyyətlə Brügge fərqlənməli idi. Yenə də Arsenal hardasa bəxti gətirdi, amma ümumilikdə etibarlı müdafiə oyunu buna mane oldu və əlbəttə Brügge öz epizodlarını dəyərləndirə bilməməsi. Lakin qara dövr qurtarmaq üzrədir müdafiə xəttində, çünki Saliba qayıdıb və Gabriel də tezliklə qayıdacaq. Və onların qayıdışı Arsenal üçün çox vacibdir. Çünki ən azı Saliba olduğu təqdirdə Gabrieli komandanın rəqibindən asılı olaraq Arteta ya Mosquera ilə əgər effektiv, yəni daha güclü müdafiə olunmaq lazımdırsa, rəqib top rəqibdirsə, onda Mosquera oynaya bilər. Yox, əgər ayaqla yaxşı oynamaq lazımdırsa, topu irəli aparmaq lazımdırsa, həmin o ball progression burada Hincapié oynaya bilər. Yəni də biz adı səhv tələffüz ediriksə, bu əsas odur ki, siz başa düşəsiniz ki, söhbət kimdən gedir. Digər yandan komandanın ən böyük dilemmalarından biri, bəlkə də biz bunu belə göstərsək daha yaxşı görünər.
ya da elə belə göstərsək, bu Eze ilə Odegaard arasında olan dilemadır. Çünki komanda əgər sırf avtobusu dağıtmaq istəyirsə, burada Eze çox effektiv metoddur. Amma Eze'nin də sevdiyi mövqesində buradır. Yardasa sol yarımcinah və mərkəz. O burada sərbəstlik istəyir. Amma Odegaard olanda hardasa onlar bir-birinə mane olar. Çünki Odegaard da sağdan mərkəzə girməyə meyilli olan oyunçudur və çox vacibdir ki, əgər futbolçu bu zonaya girəcəksə, artıq bu zonada heç bir futbolçu olmasın ki, rəqib oyunçu man markinglə həmin zonanı doldurmasın. Və bu halda əlbəttə ki, Arsenal sol cinah müdafiəçisinin Calafiorinin çiyinlərinə çox böyük yük düşür. Hansı götəsində mükəmməl şəkildə gəlir. Lewis Kelly bu planda o qədər də hələ ki yaxşı deyil. O gəncdir, amma o funksiyanı, yəni dediyim kimi, Calafiori mükəmməl şəkildə eləyir. O da nədən ibarətdir ki, əgər Eze sol cinah winger mövqeyində oynayırsa, o zaman o düşəcək yarım cinaha və bir nəfər lazımdır ki, bu cinaha bağlasın. Çünki həmin cinahda Martinelli və ya Trossard oynadığı halda fikir verin, orada Lewis Kelly də uya bilir və bunun da əsas bundan ibarətdir ki, cinah məsələsi Martinelli ilə Trossardın ikisindən birinin üzərinə düşür. Odegaard isə özünü sevdiyi mərkəzə yıxılmalarını rahat şəkildə edə bilir. Digər tərəfdən Eze'nin daha bir problemi ondan ibarətdir ki, əgər Eze sol cinahda nominal olaraq başlayırsa, bu zaman Declan Rice'in çiyinlərinə əlavə çəkiliş düşür. Declan Rice o ən yaxşı bacardığı link-up oyuncusu olmaq, mövqe rotasiyası eləmək, Zubimendi, Odegaardla onun əvəzinə daha çox eyni zamanda bir gözü ilə həmin bu mövqedə boş qalan bu mövqeyini kompensasiya etməklə məşğul olmalıdır. Çünki bəzən Eze öz rəqib müdafiəçisini buraxa bilir. Çünki adam mərkəzə yıxılır və nəticədə həmin cinahdan əks hücum olarsa 2-1 Arsenal sol cinah müdafiəsi qalmaması üçün ona Declan Rice kömək eləmək istəyir. İdealda əlbəttə ki, Eze'nin təmizləyici işini ən mükəmməl şəkildə Zubimendi edə bilər, amma yenə də o Arsenalın mükəmməl balansını pozur. Çünki Arsenal bu mövsümün əvvəlindən PSG-vari mükəmməl rotasiyanı uğurlu şəkildə edir. Hardakı 2-8 nömrə Odegaard, Rice və 6-8 nömrə Zubimendi oyunun içində bir-birinin mövqelərini çox uğurlu şəkildə rotasiya edirlər və nəticədə rəqibin man markingini bir növ neytrallaşdırmış olur. Və son element əlbəttə ki, hücumdur. Xatırlayırsınızsa, ötən mövsümdə bütün Arsenal azarkeşlərinin ah-naləsi mərkəz hücumçunun alınmaması idi və tərslikdən də Gabriel Jesus'la Kai Havertz zədələnmişdi. Amma bu mövsüm Gyökeres transfer olundu. Gyökeresə Arteta hələ də adaptasiya olunub Arsenalın mükəmməl həm build-up'ını, həm də ki, əsas xüsusilə topsuz oyununu sındırmaq istəmir. Bunu da başa düşmək olar. Xatırladaq ki, 2022-23-cü illər mövsümündə Erling Haaland transfer olunanda City-yə Pep Guardiola yarım mövsüm baş sındırdı ki, əgər Haaland mərkəz hücum mövqeyində tək qalırsa və ortaya kömək eləmirsə, ortada komanda necə say azlığında qalmasın və bunun həlli yanvardan John Stones'u irəli aparmaqla, yəni bir növ orta sahədə həmin o əvvəlki status quo-nu bərpa etməyə müvəffəq oldu. İndi Arteta'da bu eksperimentlər görünmür. Açığı deyək, Arteta'nın düzdür, özü bunu heç vaxt deyə bilməz, çünki Gyökeres ən bahalı futbolçularından biridir. Amma əgər hücumçuların sıralamasını götürsək, görünən odur ki, adam Merino'ya daha çox inanır. Çünki Merino eyni zamanda hücumçu ola bilir. Haaland kimi, Gyökeres kimi eyni zamanda da adam mərkəz yarım müdafiəçisidir, 8 nömrədir. Yəni arxaya gedib çikli işlə mükəmməl şəkildə topsuz görə bilir. Digər tərəfdən Arteta'nın sevimlisi olan, yəni sevimli oyunçu tipajı olan mərkəz hücumçusu hansı ki, yarım müdafiəyə çox effektiv şəkildə kömək edir. Gabriel Jesus geri qayıdıb, Kai Havertz geri qayıdıb. Belə görünən odur ki, əgər iyerarxiyanı düzsək, hələ ki bu iyerarxiyada Gyökeres sonuncudur. Əbəs yeri deyil ki, Gyökeresin vurduğu qollardan yalnız 2 qol komandanın hesabda irəli çıxarıb. Bunlardan biri kornerdən yanılmıramsa Burnley vurduğu qoldur. İkincisi isə Evertonla yeganə qələbə qolu idi. O da penaltidən vurulmuşdu. Yəni hər ikisi ölü topdan vurulub. Belə deyək, Gyökeres öz elementində o qədər də uğurlu işləyə bilmir və xatırlayırsınızsa biz onu da demişdik ki, adam soldan başlayıb mərkəzə girməyi sevir və mərkəz müdafiəçi rəqib onun qarşısında necə ala bilər effektiv şəkildə, əgər rəqib o fintə aldanmasa və bunu da artıq İngiltərə Premyer Liqasında hər kəs data ilə işləyir. Bu da baş vermir. Ona görə Gyökeres effektivliyini bir qədər də itirir. Amma hər halda razılaşaq ki, Gyökeresin olmamasındansa daha yaxşıdır. Amma hələ ki birinci mövsüm adam gözləntilərin altında futbol nümayiş etdirir və Arteta da ona uyğun adaptasiya olmağa tələsmir. Amma hələ ki işləyir. Digər tərəfdən son olaraq demək istəyirəm ki, belə praqmatik oynayıb çempion ola bilərmi komanda? İngiltərədə bu sonuncu dəfə Leicester-də idi. Amma bayaq dediyimiz Xavinin Barselonası çempion olduqda belə formasiya ilə, belə müdafiə futbolundan çempion olmuşdu. Ona görə də bu mümkündür. Sadəcə olaraq baxmaq lazımdır ki, Arsenal çempionluq yarışında necə oynayacaq və bunun üçün də əlbəttə ki, gərək zədəllər olmasın. Çünki nə qədər komandanın iki heyəti varsa, nə qədər Bertra mükəmməl iş görübsə, yenə də vacib oyunçular sıradan çıxdı. Xüsusilə əgər mərkəz
mərkəz müdafiəçisinin ikisi də olmursa, bu zaman Arsenal istər-istəməz qarşılanılmaz problemlərlə üzləşir. Siz Arsenal azarkeşləri necə fikirləşirsiniz? Bu çətin çempionluq yarışından bu dəfə uzaq çıxa biləcəksiniz, yoxsa köhnə Arsenal? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Əgər videomuzu bəyəndiinizsə kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.